Salam, xoş gördük hamınızı. Gəlmişəm buradan balqabaq götürüm. Balqabaq boranı da deyirlər də buna. Keçən dəfə bazardan ikisini almışdıq, belə asmışıq buradan ki, xarab olmasın, sərində asmışıq. İndi bunun birini götürüm, balqabaqlı aş eləmək istəyirik. İnşallah sizin üçün də çəkərəm necə eləyirik. Siz də inşallah yazarsınız ki, siz necə eləyirsiniz. Çünki mən bunu hər adamda başqa cür görmüşəm. Hamı eyni bişirmir, başqa-başqa bişirirlər. Ona görə siz də yazarsınız ki, siz necə bişirirsiniz balqabağı. Birinci balqabağı yaxşı yudum. Sonra onu bir təhər də olsa ortadan böldüm. Az olan hissəsini saxladım. Qalanını qoydum soyuducuya. Elə adi torbaya salıram. Qoyuram xaladenika və onsuz da biz onu tez işlədirik. Bizdə balqabaq yaxşı yeyilir, düzdür, uşaqlar aş da yeyirlər, elə də yemirlər, amma özümüz yaxşı yeyirik deyə bizdə balqabaq qalmır, elə bişiririk, yeyilir. Ona görə onu qoydum soyuducuya, onsuz da onu işlədəcəyik. Bunu da belə doğradım. Gördüyünüz kimi belə hisslərə doğradım. Qabığını soydum. Sonra belə doğradım ki, artıq onu aşın içinə vuracağıq. Dənələrini də həmişə belə təmizləyirik, saxlayırıq, quruyur, sonra uşaqlar onu yeyirlər. İçində təmizləyirik üstünü, içindəkini, dənələrini uşaqlar yeyirlər. Çünki biz neçə dəfə olub ki, mağazindən almışıq, aptekdən almışıq balqabaq dənələri. Uşaqlar onu yeməyiblər, sevməyiblər. Amma belə özümüz qurutduğumuzu çox yaxşı yeyirlər deyə elə özümüz yeyirik. Çünki bu çox xeyirdir. Hamı bilir ki, uşaqlar üçün çox xeyirdir bu. Ona görə özümüz belə eləyirik, həmişə uşaqlara veririk, yeyirlər. Aşın altına gördüyünüz kimi belə boranıları doğramışıq ayrıca. Onları aşın altına qazmaq kimi düzürük. Onda da yaxşı olur. Biz boranısını çox eləyirik aşın, çünki sevirik elə yeməyi. Elə adamlar var, çox sevmirlər deyə onlar boranısını az eləyirlər, amma biz həmişə çox eləyirik. Biz aşın içinə şabalıd da vururuq. Şabalıd, düyü, balqabaq, bir də soğan. Soğan da eləyir qaynanam. Belə eləyirik həmişə. Çox da dadlı alınır. Amma biz evdə həmişə mama, nənə eləyərdi. Ancaq ki, soğan, balqabaq, bir də düyü eləyərdilər. Amma şabalıdla da çox qəşəng dadır. Mən çox sevirəm şabalıdla. Şabalıd biz bu marketlərdə satırlar, dondurublar, təmizləyib dondurublar. O şabalıdlardan alırıq axır vaxtı. Çünki gördük ki, o daha xeyir eləyir onu almaq, nəinki alıb təmizləmək. Onda daha az çıxır. Amma belə dondurulmuş vəziyyətdə paketlərdə satılır. Həmişə ondan alırıq. Sadəcə baxmaq lazımdır ki, dadı yaxşı olan olsun. Çünki elə vaxt olub almışıq ki, çox dadsız şabalıdlar olublar, heç dadı olmayıbdır. Bir də biz həmişə belə göy pomidor çıxanda həmişə belə eləyirik. İndi də elədik ki, elə aşın qırağında da yeyilsin, çox dadlı olur. Pomidoru, göy pomidoru belə doğrayırıq, çox da qalın olmasın, nazik. İçinə soğan, kişniş doğrayırıq, bir də duz, bir də sirkə. Biz elə alma sirkəsi elədik. Çox dadlı olur belə. Elə aşın qırağında da eləyən kimi də yeyirik. Yəni bu neçə gün saxlamırıq ki, şoraba olsun. Elə eləyən kimi də yeyirik. Əksinə şoraba olanda elə də çox sevmirik. Eləyən kimi yeyəndə daha dadlı olur. Kim istəsə sınasın, çox dadlı olur yeməyin qırağında bunu yemək.
Və bir də biz balqabağı belə də eləyirik. Belə doğrayırıq. Dənələrini təmizləyirik, qoyuruq duxovkanın üstünə duz tökürük. Amma belə ortadan belə kəsirik ki, duz içinə də getsin, onda çox dadlı olur, həm də qəşəng bişir. Yoxsa mən duzlu sevirəm deyə, bəlkə kimsə duzlu sevmir, amma mən duzlu sevirəm deyə aralarını da belə kəsirik, duz da tökürəm aralarına ki, duzu çox olsun, duzlu olsun. Və belə qoyuruq duxovkanın üstünə. Bişir duxovkada, çox qəşəng dadlı alınır. Həm də bildiyiniz kimi, hətta türklərdə də var, kabak tatlısı deyirlər. Elə də eləyirik. Qazanda üstünə şəkər töküb öz suyunda qoyuruq bişir, o da çox dadlı olur. Nəysə, elə hər cür biz sevirik balqabağı yeməyi, ona görə hər cür eləyirik. Bişirən hər kəsə nuş olsun. Sizinlə də burada sağollaşım. İnşallah görüşərik.